Salam dostlar, hamınızı xoş gördük. Dərslərimiz davam edir. Deməli, İbn Teymiyənin təriflə əlaqəli növbəti bir iradına bu gün toxunacağam. İbn Teymiyyə iddia edir ki, məntiq kitablarında tərifin şərti ilə və ya şərtləri ilə əlaqəli olan, qeyd olunan bəzi mətləblər var ki, bunlar düzgün deyil, bunlar paradoksdur və ziddiyyət yaranır. Bu nədir? İlk öncə gəlin tərifə qısa bir açıqlama verim ki, İbn Teymiyənin iradı açıq olsun, aydın olsun. Deməli dostlar, məntiq kitablarını oxuyanlar bilirlər ki, məntiq elmində əsas mövzulardan biri tərifdir. Çünki bir şey bilmək üçün, bir şey tanımaq üçün o şeyə düzgün tərif vermək lazımdır. Əks təqdirdə o şeyin həqiqəti bizə aydın olmayacaq. Və bu daha çox müzakirə zamanı ortaya çıxır, bu problem, debat zamanı ortaya çıxır. Yəni iki tərəf görürsünüz ki, hansısa bir məsələni müzakirə edirlər, amma o tərəflərin, oponentlərin mövzu barədə təsəvvürləri, fikirləri, bilikləri, məlumatları fərqlidir. Belə olan təqdirdə biz nə etməliyik? Əvvəlcə o şeyə tərif verməliyik ki, ortaq məxrəcə gələk, ondan sonra fikirlərimizi əsaslandıraq. Ona görə tərif mövzusu önəmlidir. Və burada tərifin növləri var. Bir var, biz bir şey haqqında kamil tərif əldə edək, kamil məlumat əldə edək. O kamil məlumat əldə etmək üçün də tərif də kamil olmalıdır. Düzdür? Yəni bir şey haqqında ya tam məlumat əldə edirik, ya yarımçıq natamam məlumat əldə edirik. Əgər tam məlumat əldə etmək istəyiriksə, o zaman tərifimiz də ona uyğun olmalıdır. Necə uyğun olmalıdır? Deməli, məntiq alimlər qeyd ediblər ki, mahiyyətin həqiqətini təşkil edən elementlər iki qismdir. Var zati elementlər, var qeyri-zati elementlər ki, İbn Teymiyyə də burada qeyd edir. Zati elementlər nədir, dostlar? Zati elementlər, zati xüsusiyyətlər, o xüsusiyyətlərə deyilir ki, onlar mahiyyətin həqiqətini təşkil edir. Əgər o xüsusiyyətləri biz götürsək, mahiyyət də aradan gedər. Məsələn, gəlin sizə insan üzərindən sadə bir misal deyim. Deməli, məntiq kitablarında qeyd olunduğu kimi, insanın tərifi budur. İnsan düşünən canlıdır. Deməli, burada insanın tərifində biz iki dənə element qeyd elədik. Düşünmək, yəni ağıl, idrak və canlılıq. Bunlar insanın zati xüsusiyyətləridir. Ona görə bu iki xüsusiyyəti, canlılığı, düşünməyi biz götürsək, insandan əsər-əlamət qalmaz, insan mahiyyətindən əsər-əlamət qalmaz. Ona görə bu elementlər bizə insan haqqında, insan mahiyyəti haqqında kamil bir təsəvvür verə bilir. Ona görə bunlar zati xüsusiyyətlərdir. Bir də var, mən deyirəm ki, insan yəni yeriyən varlıqdır. Baxın, yeriməklik insan zati xüsusiyyəti deyil. Niyə? Çünki insan mahiyyətini yerimək xüsusiyyətindən kənarda təsəvvür edə bilərik. Elə bir insan ola bilər ki, o yeriməsin və s. Amma elə bir insan ola bilməz ki, o canlı olmasın, cansız olsun, bu qeyri-mümkündür. Bunlar zati və qeyri-zati xüsusiyyətlərdir. Zati xüsusiyyətləri qeyd etsək burada kamil tərif yaranır və bizə kamil məlumat verir. Buna tam tərif deyirlər. Amma qeyri-zati xüsusiyyətləri qeyd etsək, bu natamam tərifdir və bu bizə mövzu barədə, mahiyyət barədə kamil bir təsəvvür vermir. İndi, İbn Teymiyənin əsas iradı nədir? İbn Teymiyyə deyir ki, burada bir ziddiyyət yaranır. O nədir? Baxın, deyir ki, əgər biz insanı tanımaq üçün, insanın mahiyyətini tanımaq üçün məntiq alimlər şərt qoşublar axı, onun zati xüsusiyyətlərini qeyd etməliyik. Məsələn, insan düşünən canlıdır. Deyir, bəli, bu düzdür. Amma burada başqa bir problem var. O nədir? O budur ki, həmin zati xüsusiyyətləri tanımaq üçün, yəni o canlılıq, düşünmək, onu tanımaq üçün də ondan qabaq insanı tanımaq lazımdır. İnsanın mahiyyətini bilmək lazımdır. Ümid edirəm, çox çətin olmadı. Bir də deyirəm, insan və onun xüsusiyyətləri. İnsan mahiyyətdir və onun zati xüsusiyyətləri var. Düşünmək və canlılıq. Düşünmək, bəli, ağıl və canlılıq. Məntiq alimlər deyiblər ki, bu mahiyyəti tanımaq üçün, insanın mahiyyətini tanımaq üçün biz əvvəlcədən düşünmək və canlılığı bilməliyik və o xüsusiyyətləri qeyd edərək insan haqqında bizdə məlumat formalaşır. Bir bilgi yaranır, məlumat yaranır. Amma problem budur ki, digər tərəfdən də deyiblər ki, o zati xüsusiyyətlər var, düşünmək və canlılıq. Onları bilmək üçün də ondan qabaq mahiyyəti bilmək lazımdır. Mahiyyətlə tanış olmaq lazımdır. Deməli, burada ziddiyyət necə yarandı? Mahiyyəti bilmək üçün onun zati xüsusiyyətlərini bilmək lazımdır. Amma o zati xüsusiyyətləri də bilmək üçün ondan qabaq mahiyyətlə tanış olmaq lazımdır. Yəni, mən insanı tanımaq üçün canlılıq və həyatı, ağlı şərt qoşuram. Deyirəm ki, canlılıq və ağlı qeyd etməliyəm ki, insan haqqında məlumat sahibi olum, kamil məlumat sahibi olum. Sonra da deyirəm ki, bu canlılıq və ağlı mən o zaman bilirəm ki, ondan qabaq
insanla tanış olum, insanın mahiyyəti ilə tanış olum. Ziddiyyət burada yaranır. Buna deyirlər qapalı dairə. Yəni iki şey bir-birindən asılıdır. Var ola bilmək üçün ikisi də bir-birindən asılıdır. Məsələn, A var ola bilmək üçün B-dən asılıdır. B də var ola bilmək üçün A-dan asılıdır. Bu misalda da insanı tanımaq üçün zati xüsusiyyətlərini bilməliyəm, canlılıq və ağıl. O canlılıq və ağlı bilmək üçün də əvvəlcədən insanla tanış olmalıyam. Bu necə olur? Mən insanı tanımaq üçün xüsusiyyətlərinə baxıram, amma deyirəm ki, yox, o xüsusiyyətləri də bilmək üçün gərək əvvəlcədən insan haqqında məndə məlumat olsun. İbn Teymiyyə deyir ki, baxın, burada bir ziddiyyət var. Ona görə məntiq alimlərinin təriflə bağlı qeyd etdikləri bu mətləb ziddiyyətlidir, paradoksdur, düzgün deyil. Gəlin mətni oxuyaq, sonra iradın cavabını qeyd edəcəm. Buyurur ki, Əl-Vəcihut Tasi, 9-cu irad. İbn Teymiyyə burada çox saylı iradlar bildirir. 9-cu budur. Tavaqqufu ma'rifəti zət alə ma'rifəti əz-zətiyyət. Zat yəni mahiyyət, zatiyyət yəni zati xüsusiyyətlər. Zatı tanımaq üçün, mahiyyəti tanımaq üçün zati xüsusiyyətləri bilmək şərtdir. Və bil aksi və əksi də yəstəlzimud dövr, dövrə səbəb olur. Əksi nədir? Yəni, bayaq dediyim kimi, zatiyyatı, zati xüsusiyyətləri də tanımaq üçün qabaqcadan mahiyyət haqqında məndə məlumat olmalıdır. Burada nə yaranır? Dövr yaranır, qapalı dairə yaranır. Əl-Vəcihut Tasi ən yuqal, 9-cu irad budur ki, həzə ta'lim dövriyyun qabliyyun fələ yasihhu. Bu qeydlər, bu yanaşma, bu proses nəyə səbəb olur? Dövrə səbəb olur, qapalı dairə probleminə səbəb olur, ona görə səhih deyil. Baxın dostlar, burada İbn Teymiyyə məntiqi terminlərdən istifadə edir. Yəni, məntiq elmini vurmaq üçün məntiqi terminlərdən istifadə edir. Bu nəyə göstərir? Bu onu göstərir ki, məntiqi kökündən inkar etmək qeyri-mümkündür. Yəni, İbn Teymiyyə hərdən bu mətləblərə, fəlsəfədir, məntiqdir, bu şeylərə irad bildirəndə adətən bu arqumenti gətirir ki, nə Allah Rəsulü, nə də onun səhabələri bu şeylərdən istifadə etməyiblər, deməli, dini dərk etmək üçün bu şeylərə ehtiyac yoxdur. Gözəl, əgər dini dərk etmək üçün bu şeylərə ehtiyac yoxdursa, o zaman burada nəyə əsasən məntiqi terminlərlə inkar edirsən? Deyə bilərsən ki, mən məntiqin bütün mövzularını inkar etmirəm, bəzi mövzularını inkar edirəm, bəzilərini səhih bilirəm, səhih bildiklərimlə səhih bilmədiklərimi inkar edirəm. O zaman bu sənə məntiqi kökündən inkar etməyə əsas vermir. Deyəcəksən ki, məntiq elmində səhih mövzular var, qeyri-səhih mövzular var, doğru mətləblər var, yanlış mətləblər var. Bu, həmin elmi kökündən inkar etməyə əsas vermir. Nəyə görə? Çünki dostlar, istənilən kitabda, istənilən sahədə, istənilən bölümdə biz doğru və yanlış mətləblərin olduğunu görürük. Yəni, məsələn, əqaid kitabları. Bəyəm, hansısa bir əqaid kitabı var ki, orada deyilənlər hamısı səhih olsun? Xeyr. Təfsir kitabları, bütün təfsir kitablarında bütün mətləblər qeyd olunan, bütün mətləblər səhihdir? Təbii ki, deyil. Belə olsaydı insan məsum olardı. Amma bu, həmin kitablarda yanlışlıqların olması, həmin sahəni kökündən inkar etməyə əsas vermir, məntiqə də yanaşma bu cür olmalıdır. Xülasə, İbn Teymiyyə deyir ki, burada ziddiyyət yaranır. Və zəlikə ennəhum yəqulun. İndi izah gətirir, ziddiyyət necə yaranır? İnnəl məhdud la yutasavvar əv la yuhaddu haddən haqiqiyyən illə bi zikri sifatihi əz-zətiyyə. Bu ki, məhdud, yəni o şey ki, biz ona tərif verdik. O tərif verdiyimiz şey haqqında biz kamil məlumata sahib olmaq üçün gərək onun zati xüsusiyyətlərini qeyd edək. Thumma yaqulun, sonra deyirlər ki, əz-zati huwa ma la yumkinu tasavvurul mahiyyə biduni tasavvurihi. Sonra zatiyə izah verirlər ki, zati nə deməkdir? Axı əvvəldə deyirlər ki, mahiyyəti tanımaq üçün zati xüsusiyyətləri bilmək lazımdır. Ki, o zati xüsusiyyətlər vasitəsilə mahiyyəti tanıyaq. Yaxşı, bəs zati nə deməkdir? Zati da odur ki, mahiyyəti onsuz təsəvvür edə bilmərik. Fəyufarriqunə beynəz-zati və qeyriz-zati. Onlar, məntiq alimləri, zati və qeyri-zati sifətləri bu şəkildə bir-birindən ayrılırlar. Zati xüsusiyyətləri odur ki, onlar mahiyyətin həqiqətini təşkil edir. Qeyri-zati xüsusiyyətlər odur ki, onlar mahiyyətin həqiqətini təşkil etmir. Yəni, onlarsız da biz mahiyyəti təsəvvür edə bilərik. Eynilə insan və yerimək misalındakı kimi. İnsan yeriyən canlıdır deyəndə, bu yeriməklik insanın zati xüsusiyyəti deyil. Bəli. Ənəz-zəti mə yətəvaqqafu aleyhi təsavvuru əl-məhiyyə. Deməli, zati nə oldu? Zati odur ki, biz mahiyyəti tanımaq üçün zatını bilməliyik. Fəlabuddə ən yətəsavvar qabləhə. Gərək biz mahiyyəti tanımamışdan qabaq neyniyək? O zati xüsusiyyəti bilək. Və yəqulunə tarətən ləbuddə ən yətəsavvar mə'əhə. İndi bəzən də deyiblər ki, bu ikisi haqqında məlumat eyni anda kəsb olunsa eybi yox. Yəni, mahiyyəti tanımamışdan qabaq zati xüsusiyyətlərini tanıyaq
ya da ki, mahiyyətlə zati xüsusiyyətləri eyni anda bizə məlum olsun, eybi yox. Amma fələ yumkin indəhum ən yətəəxxər təsavvuruhu ən təsavvurul məhiyyə. Lakin zati xüsusiyyətlərinin bilinməsi mahiyyətin bilinməsindən sonra olsa, məntiq alimləri deyiblər ki, İbn Teymiyyə deyir ki, belə bir şey mümkün deyil. Yəni biz mahiyyəti bilək, sonra zati xüsusiyyətləri bilək. Və bizəlikə yurafu ənəhu vasfun zatiyyun. Buradan nə aydın olur? Buradan bu aydın olur ki, bu şey zati xüsusiyyətdir. Niyə zati xüsusiyyətdir? Çünki mahiyyəti tanımamışdan qabaq onu bilməliyəm. İndi əsas irad burada gəlir. Fə haqiqatu qavlihim ənəhu. İndi ziddiyyət harada yaranır? İbn Teymiyyə bunu deyir ki, la yu'lamu əz-zati min qeyri-zati hatta ta'lam el-mahiyyə. İndi məntiq alimlər deyiblər ki, zati və qeyri-zati xüsusiyyətlər var, düzdür? Məsələn, insan misalındakı kimi, onun bir xüsusiyyətləri zati xüsusiyyətdir, bir hissə xüsusiyyətləri isə qeyri-zati xüsusiyyətdir. İndi İbn Teymiyyə deyir ki, bir tərəfdən biz deyirik ki, bu zati və qeyri-zati xüsusiyyətləri bilmək üçün, yəni insanda zati və qeyri-zati xüsusiyyətlərin olduğunu bilmək üçün, hətta ta'laməl mahiyyə. Ondan qabaq sən insanı bilməlisən, mahiyyəti bilməlisən. Və la ta'laməl mahiyyə hətta ta'lam əs-sifat əz-zatiyyə, əlləti minhə tuəlləfu əl-mahiyyə. Amma digər tərəfdən də deyirsən ki, yox, mən o zati xüsusiyyətləri bilmək üçün ondan qabaq mahiyyəti bilməliyəm. Və hədə doğrun. Və bu da nədir? Qapalı dairədir. Yəni İbn Teymiyyənin iradı budur ki, sən insanı bilmək üçün, insanı tanımaq üçün, insanın mahiyyətini dərk etmək üçün zati xüsusiyyətlərini bilməlisən, düzdür? O tərəfdən də deyirsən ki, zati xüsusiyyətlərlə qeyri-zati xüsusiyyətlər arasında fərq qoymaq üçün, dolayısıyla zati xüsusiyyətləri bilmək üçün mən gərək əvvəlcədən mahiyyəti tanıyım. Mən əvvəlcədən mahiyyəti tanımadan necə zati və qeyri-zati xüsusiyyətlər arasında fərq qoyum? Deməli, mahiyyəti tanımaq üçün zati xüsusiyyətləri bilməliyəm, zati xüsusiyyətləri bilmək üçün mahiyyəti bilməliyəm. Bu da nədir? Dövrdə qapalı dairədir. Mən mətnin ardını oxumuram, ehtiyac yoxdur, çünki eyni mətləblərdir. Xülasə, bunun cavabı nədir, dostlar? Cavab odur ki, dostlar, bu məsələlər, ümumiyyətlə, məntiq alimlər ki, deyir, tərifdə, məsələn, bu şeyləri qeyd etməlisən, əks təqdirdə sən o şey barəsində kamil biliyə, məlumata sahib olmayacaksın. Bunlar zehnimizdəki məlumatları kateqoriyalara bölmək və sistemləşdirmək üçündür. Yəni nə? Yəni mən, aydın məsələdir ki, mən bir şeyi tanımadan onun xüsusiyyətlərini bilə bilmərəm. Aydındır? Çünki o xüsusiyyətlər onun özündədir, onun içərisindədir, belə deyək, məcazi mənada. Onu tanımadan onun xüsusiyyətlərini tanıya bilmərəm və ya, daha dəqiq desək, bu proses zaten bərabər baş verir. Burada da qeyd elədiyi kimi, bu proses bərabər baş verir. Yəni, sən bir şey tanıma prosesində zaten onun xüsusiyyətlərini, zati və qeyri-zati xüsusiyyətlərini tanıyırsan. Amma o ki, məntiq alimləri deyir, ki, məsələn, bir şeyi tanımaq üçün onun zati xüsusiyyətlərini qeyd etməlisən, o ona görədir ki, sən biliyini sistemləşdirəsən, onu sistematik hala salasan ki, hansısa bir mövzuda müzakirə aparanda yanlışa yol verməyəsən. Yəni, tutalım, insanın tərifi. Biz məntiq kitabları oxumadan da insanın tərifi haqqında məlumata sahibik. Yəni, heç kim deyə bilməz ki, mən məntiq elmini oxuyandan sonra insan haqqında, onun mahiyyəti və zati xüsusiyyətlər haqqında məlumata sahib oldum. Mümkün deyil. Amma məntiq elmində o zati və qeyri-zati xüsusiyyətləri, o qeydləri gətirməklə o mənim zehnimdəki məlumatları o sistemləşdirdi. Niyə? Çünki mən insan haqqında hansısa bir müzakirəyə daxil olanda, hansısa bir elmi məsələyə daxil olanda, fəlsəfi məsələyə daxil olanda nə edirəm? O sistemləşdirilmiş məlumatlardan istifadə edərək doğru nəticəyə çatıram. Yəni, bu sistemləşdirilmiş məlumat mənə kömək edir ki, mən neyiniyim? Əsaslandırmada xətaya yol verməyim. Yəni, bu cəhətdən zati xüsusiyyətlər önəmlidir və ya zati və qeyri-zati xüsusiyyətlər arasında fərq qoymaq bu cəhətdən önəmlidir. Amma kim iddia edir ki, hansı məntiq alimi iddia edir ki, mən tutalım, mahiyyəti ayrıca tanıyıram, zati xüsusiyyətləri ayrıca tanıyıram, ona görə də İbn Teymiyyənin dediyi bu irad yaranır. Gəlin sadə bir misal çəkim. Məsələn, kəlam kitablarında qeyd olunub ki, Allahın sifətləri bir bölgüdə zati və feili sifətlər olmaqla iki qismə ayrılır. Allahın bəzi sifətləri zati sifətlərdir, bəzi sifətləri feili sifətlərdir. Düzdür? İndi, sual. Bu bölgü nəyə lazımdır? Və ya bu bölgü haqqında bizdən məlumat necə formulaşır? Yəni, mən əvvəlcə Allahı tanıyıram, sonra onun zati və feili sifətlərini tanıyıram. Yoxsa əvvəlcə zati və feili sifətlərini tanıyıb, sonra Allahı tanıyıram.
Cavab budur ki, bu proses zaten bahəm baş verir, eyni anda baş verir. Mən Allahı tanıyıramsa, onun zatı və fe'li sifətlərini də bilirəm. Amma bu bölgü gəlir, neynir? Mənə kömək edir ki, o Allah barədə olan təsəvvürüm ki var, zehnimdəki məlumatlar var, onu sistemləşdirim. Niyə? Çünki tövhid barədə, şirk barədə və bu iki mövzu ilə əlaqəli müzakirələr ortaya çıxanda bu sistemləşdirilmiş məlumatdan istifadə edərək məlumatlarımı, zehnimdəki məlumatları neyim düzgün əsaslandıra bilim. İndi kimsə gəlib İbn Teymiyyə sayağı irad bildirsə ki, yox, bu sifətlər, bu bölgü mənasızdır. Niyə? Çünki biz Allahı tanımaq üçün əvvəlcə onun zatı və fe'li xüsusiyyətlərini bilirik, yoxsa zatı və fe'li xüsusiyyətlərini bilib sonra Allahı tanıyırıq. Və ya başqa bir səbkidə irad bildirə bilər ki, bu bəhslər onsuz da Peyğəmbərin dövründə, onun səhabələrin dövründə məsələn bu səbkidə belə qəliz müzakirələr, belə incə müzakirələr yox idi. Necə ki, İbn Teymiyyə çox şey o cür irad bildirir ki, Peyğəmbərin dövründə, səhabələrin dövründə yox idi. Bu kəlam kitablarında olan o bölgülərin çoxu da Peyğəmbərin və səhabələrin dövründə yox idi. İndi niyə? Bunların hamısını rədd edək? Xeyr, bunlar hamısı bizim məlumatlarımızı sistemləşdirmək üçün bizə kömək edir. Ona görə İbn Teymiyyənin bu tərif mövzusuna bildirdiyi bu irad həqiqətən çox bayağı, çox səthi bir iraddır. Yəni, ümumiyyətlə, işin fəlsəfəsini, mahiyyətini başa düşəndən sonra ki, bu tərif bizə hardan, niyə, necə kömək edir, ondan sonra mətləb bizim üçün aydın olur ki, məntiq alimlər niyə bunları şərt qoşublar, niyə deyiblər ki, sən mahiyyəti tanımaq üçün zati və qeyri-zati xüsusiyyətləri bilməlisən, onlar arasında fərq qoymalısan. Və həmçinin bu şeylər bizə o zaman kömək edir ki, biz yeni bir şeylə tanış olanda da o axtarışda olmalıyıq. Bizdə əvvəlcədən bu təsəvvürü yaradır ki, sən bir şeyi tanımaq üçün, əgər istəyirsən ki, onu kamil tanıyasan, onun zati xüsusiyyətlərini axtar. Amma kamil tanımaq, tam məlumat əldə etmək sənə şərt deyilsə, sənin üçün önəmli deyilsə, o zaman qeyri-zati xüsusiyyətlərindən də kifayətlənə bilərsən. Xülasə, dostlar, çox uzatmaq istəmirəm. Ümid edirəm ki, mətləb aydın oldu. İbn Teymiyyənin bu iradı digər iradlar kimi həqiqətdə çox bayağı bir iraddır. Bu bölgülər, bu qeydlər, bu şərtlər hamısı da məlumatlarımızı sistemləşdirmək üçündür. Ona görə bu səbkidə gəlib irad bildirmək bu həqiqətdə yanlış yanaşmadır. Ümid edirəm aydın oldu. İnşallah növbəti dərslərdə növbəti mövzulara işarə edərək bu günü bu qədər hələlik.